Oruç ayəsini demək istəyirəm, deyir, Ya eyyuhəllədinə amənu, kutibə aleykumus siyam, ey iman gətirənlər, oruç sizə vacib edildi, kəma kutibə aləllədinə min qablikum, sizdən öncəkilərə vacib olduğu kimi, ləalləkum təttəqun, ki, bəlkə təqvalılardan olasınız, elə? Təqva Quranda libasa bənzədilib, köynək, paltara. Və ikinci oruç haqqında nə deyirlər? Ziyafət, Allah qonaqlığına gəlmişik. Bizim indi eybimiz büsnədir, biz Allah qonaqlığına gəlmişik, amma paltarımız çişli. Təqva libası, o libas çişlidir. Libas çişli olanda uşaq qonaqlığa gedəndə kimə müraciət edir? Anaya. Ana təmizləyir, paçlayır, geyindirir. Uşaq 100 dəfə də çişləndirsə, qonaq qabağına çıxardanda, qonaq aparanda ana təmizləyir uşaq. Ana qədər heç kəs, ata da dözə bilmir ona. O ananın işidir. Ona görə də Həzrət Zəhra salamullah aleyha ki, bizim anamızdır. Bizim axı geyimimiz yoxdur buna layiqli. Çişləndirmişik də biz ruh libaslarımızı. Biz də ona təqdim edirik ki, ruhumuzun çirkinliyini sən təmizlə xəlvətdə. O təmiz libasla Allah qonaqlığına daxil olaq.